Salam değerli dostlar, hər vaxtınız xeyirli və uğurlu olsun. Allah hər kəsi qorusun. Amin inşallah. Deməli, Azərsel abunəçilərinə üzücü bir xəbər. Artıq Azərsel yanvar ayının 13-dən abunəçiləri üçün yenidən bahalaşma elan edib, bütün saytlar belə yazıb. Saytlara istinadən mən bu xəbəri verirəm. Deməli, bahalaşma nədən ibarət dəyərli dostlar? Azərseldə bilirsiniz ki, 1 manatlıq sim kredit var da, ona ödəyirik 20 qəpik. Bu olub 30 qəpik. Deyək ki, 2 manatlıq olub, deyək ki, qabaq 2 manatlıq sim kredit əgər faizi 40 qəpiksə, bu da olub 60 qəpik. Deyək ki, 3 manat kredit götürürsünüzsə, bu da oldu 90 qəpik. Amma qabaq 60 qəpik faiz götürürlər. O da oldu 90 qəpik, 3 manatlıq sim kredit. Yəni, bahalaşma bundan ibarətdir. Bu addım nə dərəcədə doğru olduğunu artıq mən bilmirəm. Yəni ki, bunu mütəxəssislər müzakirə eləyər. Yəni, bahalaşma budur, dəyərli dostlar. Yanvar ayının 13-dən bu qərar artıq qəbul olunub, 13-dən qüvvəyə minəcək. Azərseldə kreditlər, belə deyək ki, faizləri artırıldı. Belə deyəcək, doğru olur məncə. Sağ olun, Allah əmanət olun.